insanda haqq qarşısında təslimiyyət ruhudur. O təslimiyyət ruhu yoxdursa, o düşmənçiliyə çevirir avtomatik. Görür ki, mən təslim olmuram, bir dəstə olub. Onun içində ona qarşı qızıq yaranır. Deyib, bunlara baxır, gəliblər, başlayırlar bəhanələr gətirməyə. İnanın, o adət, ənənə, ata-babamız bütə ibadət edir falan. Hansı boş-boş sözlər idi. Problem əxlaqi problem idi. Problem mənəvi problem idi. İçdə olan problem idi. Və axirət zamanda da eyni şey olacaq. Liyuzhirahu aləd-dini kulli mənası budur. Din küll olaraq təqdim olunacaq. Kulli sözünü, yəni xalis din təqdim olunacaq. Xalis din təqdim olunacaq və ona görə müxalifət başlanacaq. Belə olmasa, kim ürəyi nə istəsə əməl eləsin, mən də deyim, əla, sən də elə bizdənsən, gəl qoşul bizə. Belə bir şey yoxdur. Belə olsaydı, dava olmazdı və davada yəni nə keçmişdə, nə də gələcəkdə heç bir problem baş verməzdi. Bir daha deyirəm, bunu yaddan çıxartmayın. Qəbul etdikdən sonra mən sənə güzəşt dedim, çox güzəşt edeyim. Amma qəbul məsələsində bir zərrə qədər güzəştdə yol verilmir və onu qəbul edə bilmirsə, onda bir pisliyi var ki, onun yaxşılıqları hamısı köpüydü onun yanında. Onun elə bir mənası yoxdur. Və bugün də həmin düşüncə var. Bugün də dünyada dəyərlər sistemi var, dəyərlər var. Bugünkü dünyada istər liberal dünya, istənilən dəyər cəmiyyətə biz baxsaq, çatışmayan cəhət. Bugünkü dünyanın dinlə problemi nədən ibarətdir? Dinin dəvət etdiyi dəyərlərdə xeyr. Nə davası var ki, dinin dəvət elədiyi dəyərlərdən? Heç bir. Bax, problem o təslimiyyətdədir. Təslimiyyət əlavə olunsa yaxşılıqlara qızıq yaratmağa başlayır. Qızıq yaratmağa başlayır. Yoxsa liberal dünyanın təqdim elədiyi dinə baxın. Liberal İslam var da. Məsələn, bir neçə görsən əxlaqi göstərişləri seçirlər. Mən baxıram da kitablara, demokratiya ilə, o dəyərlərlə uyğun gələn ayələr seçirlər. Maşallah, İslam nə mütərəqqi. Özləri yazır, ad çəkmək istəmirəm. Elə Azərbaycanda da onların ideoloqlarından birinin kitabını oxumuşam. Elə qəşəng ayələr seçib ki, mən onları görməmişdim, fikir verməmişdim o ayələrə. Məsələn, filan məsələ ilə bağlı Quran ayələri, filan məsələlərlə. Onun təqdim elədiyi, belə deyək də, o İslamın təqdim elədiyi bir sıra dəyərləri qəbul edir. Amma İslamı küll olaraq, ümumi olaraq haqqa təslim olmaq kimi qəbul eləməmək problemi var. Və mən keçən dəfə də dedim, ona görə də bu zahirən dəyərlər təbliğ edən dünyanın həqiqi üzü təkfirçilik şəklində zuhur eləyir. Bunların arasında nə qohumluğu var, bunların arasında nə yaxınlıq var. Bu baş kəsməyi həmin özünə müasir deyən, dəyərlər təbliğ edən dünya formalaşdırır. Vallahi ki, bu belədir. Yəni, bu yandan gözəl sözlər, bu müsbət sözlərin arxasında, Əbu Ləhəbin yaxşılığının arxasında nə dayanırsa, müasir gözəl sözlərin arxasında həmin o baş kəsmək və